Keçirik metamorfik suxurlar. Sonuncu suxurlardır. Metamorfik suxurlar demək çökmə və maqmatik suxurların yüksək temperatur və təzyiq nəticəsində digər suxura çevrilməsidir. Bir də deyirəm, çökmə suxurları və maqmatik suxurların yüksək temperatur və təzyiq nəticəsində çevrilməsidir, dəyişilməsidir. Bu olur metamorfik suxurlar. İndi baxaq, qum daşı dedik hansıdır? Çökmə suxurdur, özü də qırıntı çökmə suxurdur. Yüksək temperatur və təzyiq nəticəsində çevrilir kvaristə. Artıq bu oldu metamorfik suxur. Sonra gil çökmə suxurudur. Özü də necə suxur idi? Çökmənin qırıntı növü idi. Çevrildi nəyə? Gilli şistə. Daha sonra qranit, amma maqmatikdir. Yeganə suxurdur ki, bu maqmatik suxur çevrilir metamorfikə. Qalan hamısı fikir verəcəksiniz çökmə suxurlardır. Qranit çevrilir qneysə. Əhəng daşı dedik ki, necədir? Üzvü çökmə suxurdur və yüksək temperatur təzyiq nəticəsində çevrilir mərmərə. Daş kömür özü də çökmə suxurdur, özü də üzvü çökmə suxurdur. Yüksək temperatur və təzyiq nəticəsində çevrilir qrafitə. Əvvəl almaza, sonra da qrafitə çevrilir. Yadınızda qalsın. Deməli, bizə düşsə ki, metamorfik suxurlar hansılardır? Kvaris, gilli şist, qneys, mərmər. İndi digər cədvəldə atacağım, burada bəziləri yoxdur. Sonra almazdır, qrafitdir. Bunlar hamısı metamorfik suxurlardır. Metamorfik suxurlar nəyin nəticəsində yaranır? Yüksək temperatur və təzyiq nəticəsində çökmə və maqmatik suxurların digər suxura çevrilməsi nəticəsində. Sual düşə bilər ki, bunlardan hansı maqmatik suxurun metamorfik suxura çevrilməsidir? Yalnız qranit. Qranit bircə budur maqmatik. Qalan hamısı çökmədir. Qranit qneysə çevrilir. Qeyd dəftərlərinizin hamısına da qeyd edin.